tarixdə heç yerdə rast gəlməyib cənazələrin üstündə at çapsınlar. Bəlkə siz özünüzdə tarix ixtisassız bir ara tarixdə bir ixtisassız var idi də, yəni indi də var şükür Allah. Yəni mənim yadımda deyil, hansısa məsələn buz döyüşündə, Kulukova döyüşündə, nə bilim Monqol-Tatar yürüşündə, nə bilim lap o qədim döyüşlərdə, hansılardasa cənazələrin üstündə at çapsınlar. Mən özüm acı, indi lap axtarsam buradan taparım, 11 nəfərin adı, familiyası, dədəsinin adı. 11 görmüşəm. Ola bilsin başqa bir rəvayətdə 11. Adı var. Hətta bir mənbədə mənə rast gəldi ki, bunlar özləri ilə təzə nal gətirmişlər Kərbəlaya. O köhnə nalı çıxartdılar, təzə nal vurdular atlarının ayağının altına ki, yaxşı nə olsun. Hacı, maraqlı cəhət nədir? Onu mənə rast gəlməyib ki, məsələn, İbn Ziyad əmr eləsin. Yox. Hətta üzr istəyirəm. Gəlirlər bunlar 10 nəfər, 11 nəfər bir yerdə. İbn Ziyadın üstünə. Xüsusi mükafat istəyirlər. İstəyirlər. İbn Ziyad da deyir, nə hakim salıbsınız? Deyir ki, biz cənazələrin üstə at çapışıq. Deyir, sizə kim demişdi? Ona da İbn Ziyadın çox vədə verib allatmağı var idi. Elə Ömər Sədə də o vədəni vermişdi, allatdı. Amma burada həqiqətən düz deyirdi. Deyirdi, bəs sizə kim demişdi cənazənin üstündə at çapın? Ümumiyyətlə, cənazənin at üstündə at çapmaq bizim hakimiyyətimizə, bizim xilafətimizə, bizim dövlətçiliyimizə, ya hökumətçiliyimizə nə xeyri var? Böyle İbn Ziyad bunu deyir, gör onun bizə nə xeyri var. Amma deyir, azacıq şey verdi onlara. Onlar çox böyük hissə istəyirdilər ki, mükafat. İbn Ziyad götürür, məsələn, onu vermir. O əslində o təhqir mənası. Özdə ki, hacı, məsələ nədir? Məsələn, İbn Ziyad bunu əmr eləməyib. Və yaxud, məsələn, deyək ki, Şimr gəlsin, onu təhkid eləsin. Bəzi şeylərdə Şimr təhkid. Bunu Ömər Səd özü başlayır qışqırmağa ki, əla mən yəntədibu alə cəsədil Hüseyn. Kimdir İmam Hüseyin salam cəsədinin üstündə at çapar? Bir nəfər yox, 2 nəfər yox, 10 nəfərdir ya, 11 nəfər gəldilər ki, biz eləyərik. Ömər Səd, hansı ki, əvvəldə o güya istəmirdi də, müharibə baş versin, məktub yazırdı İbn Ziyada ki, falan. Amma elə ki, iş işdən keçdi, bunun içi tamamilə üzə çıxdı. O ki, deyir, xanım Zeynəb bir ara İmam Hüseyin Əsəlamın o şəhadətə çatdığı ərəfədə üzünü tutdur Ömər Sədə, oradan təllidən qışqırır ki, Ömər Səd, sən baxa-baxa Əbi Abdullahın başını kəsirlər, sən də baxırsan burada. Xanım Zeynəb